Son vaxtlar icbari tibbi sığortadan və eyni zamanda təbibdən danışmışam. Yaxın bir adamın səhhətində ciddi problem yaranıb, ürəyində problem yaranıb, onunla bağlı xaraba qalmış Cəlilabad rayonunun mərkəzi xəstəxanasına müraciət eləmişəm. İllərdir mənim yaxın adamım özəl klinikada müalicə olunur. Və göndərişlə bağlı Cəlilabad rayon mərkəzi xəstəxanasına müraciət eləmişəm. Deyirlər ki, biz son vaxtlar yeni təbibdə və icbari tibbi sığortada qayda yaranıb, yeni bir sistem formalaşıb, biz yalnız dövlət xəstəxanasına göndəriş göndərə bilirik. Dövlət xəstəxanalarına göndəriş göndərirsən, ay hörmətli təbib, sənin yarandığın günə bir qara daş mı düşsün, düşməsin. Yəni, dövlət xəstəxanalarına bu göndərişi sən göndərəndə bir bax gör, orada mənzərə necədir? Mən gedmişəm də, aynı 24-ündən qalmışam dövlət xəstəxanalarının dəhlizində. Qardaş, orada oturmağa yeri yoxdur. Adamlar bir-birinin ətini yiyir orada. Nə qədər növbədə durarlar, nə qədər aqressiya, nə qədər əsəb, nə qədər gərginlik. Bunu siz niyə bilərəkdən eləyirsiniz? Özəl klinikalar, özəl xəstəxanalar boş qalıb. Bunu hər birimiz bilirik ki, bu günləri Azərbaycanda yaxşı xidmət və yüksək keyfiyyət özəl xəstəxanalarda daha çoxdur. Mən demirəm, dövlət xəstəxanalarında da keyfiyyət var, texnologiya yaxşıdır, amma özəldə daha yaxşıdır. Mən bunu hər dəfə qeyd edirəm. Sən vətəndaşlardan icbari tibbi sığorta pulunu rahatca tutursan, zəhmət çək xidmət olaraq vətəndaşların bu xidmətdən rahat yararlanması üçün əlindən gələni elə. Deməli, bir rəhbər gedir, bir rəhbər gəlir icbari tibbi sığortada başqa bir qayda tətbiq edir. Bir təbibin direktoru gedir, yerinə biri gəlir, o başqa bir qayda tətbiq edir. Bütün bunların bu yaratmaz işlərinin də əziyyətini kim çəkir? Azərbaycan vətəndaşı. Bu icbari tibbi sığorta və bu təbib, sən bu millətdən nə istəyirsən, qardaş? Mən 24-ündən qalmışam bu xəstəxanalarda. Gedmişəm ayın 24-ü müayinəyə, dövlət xəstəxanasına, onlar məni göndərə bilər. Yeni klinikaya, yeni klinikada mənzərəni baxın. Səhər-səhər bu günləri, deməli ayın 24-ü getmişəm, 24-ü yazılar ayın 29-una. Bugün mən getmişəm yeni klinikaya, səhər saat 8-in yarısında getmişəm, saat 3-də çıxıb gəlmişəm. İndi orada nə mənzərə baş verir? O boyda klinikanın hansı dəhlizinə gedirsən, hansı mərtəbəsinə gedirsən, bax, eyni analoji vəziyyətdir. Bunun qarşısını almaq lazımdır. Bu prosesləri yüngülləşdirmək lazımdır. Həkimlər özü bezib, dəyərli dostlar. Həkimlərin özünün canı yığılıb boğazı deyir, ay Elnur müəllim, belə bir abırçılıq olar. Nə qədər dava olar, nə qədər qırğın olar, növbə üstündə, gözləmə üstündə. Bir vətəndaş 10 gündür bir adi bir sıradan bir kardioqram ola bilmir. KT ola bilmir və digər sahə üzrə. Belə şey olar. Mən ayın 24-ü getmişəm, 29-u KT olmuşam. Həftənin 6-cı günü onun cavabını götürəcəm. Yəni ayın 1-də, ayın 3-ü gedəcəm təkrar müayinəyə. Ürəyim gözdə, ürəyim səbirli ol. Ağrıma, təbiblə icbari tibbi sığortanın yeni qaydası var. Mən bunların arzu və istəklərin yerinə getirməliyəm. Sən səbirli ol. Belə yanaşma olar, qardaş. Belə bir abırçılıq olar. Olmaz, bunu sadələşdirin. Açın bu özəl klinikaların yolunu. Bəsdiriz, qardaş. Niyə təbibə məxsus olan klinikalarda ancaq birinci göndəriş olmalıdır? Orada deyirlər mənə. Niyə, qardaş? Qoy geçsin özəl klinikalarda inkişaf eləsin, özəl sektorda inkişaf eləsin, dövlət də inkişaf eləsin. Vətəndaş məmnunluğu yaransın. Vətəndaşın bu icbari tibbi sığortadan, bu təbibdən rahat yararlansın. Etməyin, eləməyin. Siz Allah. Vallah belə şey olmaz.